Mən dərslərimdə sadəcə düsturları, qaydaları, mövzunu öyrətmirəm. Şagirdə analiz etməyi, doğru düşünməyi, məntiqi mühakimə etməyi, hadisələrin arxasındakı, arxa pərdədəki baş verən prosesləri görməyi öyrədirəm. Yəni şagirdə riyaziyyat müəllimi ilə yanaşı təhsil mentorluğu etməyə çalışıram. Həyatda doğru istiqaməti, özünə uyğun doğru yolu tapmasına kömək edirəm. Yeri gələndə müəllim oluram, yeri gələndə mentor oluram. Bəzən şagirdləri sadəcə dinləyən bir şəxs oluram. Çünki mən bəzən dərslərdə rastlaşmışam, şagirdlərin, məsələn, dərs keçirəm, görürəm şagird anlamır və yaxud da ki, anlamaqda çətinlik çəkir. Yəni bir bariyerlə rastlaşıb, qarşılaşıb, onu aşa bilmir və belə olan halda dərsin keyfiyyəti də aşağı düşür. Mən sadəcə şagirddən nə baş verdiyini soruşuram, amma bunu da doğru tərzdə soruşmağı da bacarmaq lazımdır ki, şagird öz daxili aləmini müəllimə aça bilsin. Və sadəcə oturub dinləyirəm. Başqa heç bir şey eləmirəm. Sadəcə dinləyirəm. Amma həqiqətən dinləyirəm. Qulaq asmıram. Onu dinləyirəm. Empatiya eləməyə çalışıram. Və mən əlavə bir müdaxilə eləmədən bir çox hallarda bu öz müsbət təsirini göstərir və şagird sanki beynindəki o neqativ düşüncələrdən, neqativ enerjidən qurtulmuş olur və maksimum diqqətlə dərsə fokuslana bilir. Yeni tədris ili üçün qeydiyyatım başlayır. Amma bir şərtim var. Öyrənməyə həqiqətən hazırsansa, istəyirsənsə, özünü inkişaf elətdirmək və dəyişməyə hazırsansa, mənə müraciət edin.